Dostlar, hər kəsə salam olsun. Bugün sizlərlə belə bir mövzuya baxacağıq. Mövzu dediyim nədir? Qanunvericilik üzrə proqrama baxacağıq ki, dövlət qulluğuna özü hazırlaşanlar üçün hansı qanunları oxumalıdır, belə deyək, hansı kateqoriyalar üzrə. Bu PDF-i Telegram qrupumda da paylaşacağam və eyni şəkildə bunu Dövlət İmtahan Mərkəzinin rəsmi saytından da əldə edə bilərsiniz. Onun da linkini aşağı hissədə qeyd edəcəm. Bax belə. İlk olaraq baxın, burada vəzifə qrupları var. A, B, AC, BA və BB üzrə. Bir çoxlarınız bunu anlamaqda çətinlik çəkirsiniz, çünki bunu X ilə verib uşaqlar. X hansında varsa bilin ki, bunu oxumalısınız. Məsələn, ilk olaraq konstitusiya, düzdürmü? Konstitusiya bütün qruplar üzrə, yəni A, B, AC, BA hər birində oxunmalıdır. Məsələn, keçirik növbətisinə. Dövlət qulluğu haqqında qanuna. Gördüyünüz kimi, dövlət qulluğu haqqında qanun burada hər biri X tanıyıb, deməli bütün qruplar üzrə oxunur. Məsələn, bu hissədə gördüyünüz kimi burada qabağından çıx işarəsi var. Ümumi müddəalardır, inzibati və yardımçı vəzifə təsnifatları və adları. Bunları oxumursunuz. Amma ümumi inzibati vəzifələr düşür. Məsəl üçün deyirəm, hər hansısa bir nazirlikdə işləyən baş mütəxəssis neçənci təsnifatdadır və s. Yəni bu kimi məsələlər düşür. İndi gəlirəm növbətisinə. Növbətisi nədir? Burada qeyd olunur. Etik davranış qaydaları haqqında dövlət qulluqçularının qanunu. Bax bunu burada uşaqlar oxumalısınız. Hər bir qrup, yəni dövlət qulluğuna hazırlaşan təbii olaraq oxumalıdır. Korrupsiya haqqında qanun, bunun bütün qanunlarını oxumalısınız. Məlumat azadlığı haqqında qanunu isə yalnız BA və BB-yə hazırlaşanlar oxuyur. Eyni şəkildə vətəndaşların müraciəti haqqında qanunu da gördüyünüz kimi BA və BB üzrə qrupa hazırlaşanlar oxuyacaq. Amma informasiya əldə etmək haqqında dövlət sirri qanunu bunların ikisini BA və BB-lər oxumayacaq. Amma növbətisində burada gəlirik. Normativ hüquqi haqlar haqqında Azərbaycan Respublikası Konstitusiyasından. Baxın, burada dedik, informasiya əldə etməklə dövlət sirrini oxumur BA və BB. Normativ hüquqi haqlar haqqında Azərbaycan Respublikası Konstitusiyasını bunu BB-lər oxumur, amma BA-ya hazırlaşanlar oxuyur. İndi siz burada nələr oxuyacaqsınız? Baxın, maddələri burada yazıb. Bənd 1.0.1, məsəl üçün 1.0.3, yəni bunları oxuyursunuz, hansının qabağında X varsa. Gördüyünüz kimi burada da məsələn normativ hüquq haqlarının növləri var və s. Bax bu şəkildə gedir. Amma hansının qabağından X çıx varsa onu oxumursuz. Çıx da hansındadır? Çıx bir dənə burada B-B-dədir. Yəni BB-yə hazırlaşana bunu oxumur. Növbəti gəlirik digərinə, baxaq görək hansına baxırıq. Burada 9-cu görürsünüz göylə işarələyib dövlət dili haqqında qanundur. Bütün kateqoriya üzrə, yəni BA, BB hamısı oxuyacaq bunu. İnzibati icraat haqqında qanunda isə burada bunu BB-yə hazırlaşanlar oxumur. BA-ya hazırlaşanlar isə 1-ci, 2-ci fəsli oxuyacaq. Yalnız AC-yə hazırlaşanlar üçün gördüyünüz kimi demək olar ki, burada yazılan maddə 81 və yaxud 9-cu fəsil bunları oxuyacaqsınız. Ombudsman haqqında qanunu BB oxumur. BA isə burada oxuyur. Bax bu maddələri. Maddə 1, 2, 4. Məsələn, maddə 3 yazılmayıbsa, siz gedib maddə 3-ü oxumayın uşaqlar. Yəni niyə? Burada yazılmayıb zaten. Yazılmayıbsa niyə oxumalısınız ki bunu? Sonra 12-ci məhkəmələr və hakimlər haqqında qanunu oxuyur bütün kateqoriyalar və burada baxın yazılıb hansı maddələr 3, 4, 5 və s. İndi mən bir-bir sadalamıram bunları. Sonra Azərbaycan Respublikasının burada məhkəməsi deyim. Yox, bu göylərə baxın uşaqlar. 13-cü nədir? Elektron imza və sənəd. Uşaqlar, elektron imza və sənəd haqqında gördüyünüz kimi heç bir maddəni yazılmayıb ətraflı. Deməli, burada siz bütün maddəni oxumalısınız. Yəni, söhbət nədən gedir? Söhbət bundan gedir ki, uşaqlar, söhbət nədən gedir? Söhbət bundan gedir ki, siz e-qanuna daxil olanda, e-qanun, baxın, buradan da belə daxil olaq və burada elektron imza yazırsınızsa, elektron imza. Bax, bura gəldiniz, düzdürmü? Bunu başdan ayağa oxumalısınız. Çünki burada yazılmır, hansısa maddəni oxumayın. Nə yazılıbsa hamısı, bura qədər. Baxın, 37 maddənin hər birini oxumalısınız. Sonra, məsələn, gəlirik digərinə dövlət satın almaları haqqında qanun. Bunu isə yalnız AB-yə hazırlaşanlar
oxuyur. Baxın, burada da qeyd olunub A, B. Yəni yalnızca bu kateqoriyaya hazırlaşanlar oxuyacaq. Sonra keçək digərinə. Görək burada hansı var. Bunu bildik. Deməli, dövlət satın almalarını bildik. Keçək digərinə. Digəri büdcə sistemi haqqındadır. Bunda yalnız AB-yə hazırlaşanlar oxuyur. Mülki məcəllə. Mülki məcəllədə maraqlı bir məsələ var ki, burada AS-yə hazırlaşanlar müəyyən maddələri oxuyur. Məsələn, 24-dən 33-ə qədər, 39-un özü də və digərləri də var burada əlbəttə ki. Digərlər hansıdır? Hə, digərləri bu hissədədir, əmək məcəlləsindədir. Əmək məcəlləsində AS-lər oxuyur, BA və BB-yə aidiyyatı yoxdur bunların. Və növbəti gəlirik bu hissəyə. Artıq bunu da bildik. 18-də kargüzarlıqdır. Kargüzarlığı uşaqlar hər bir belə deyək, qrup üzrə hazırlaşanlar oxuyacaq. Növbəti isə dövlət rəmzləri haqqında qanunvericidir. Bunu da hər biri oxuyur. Bax belə uşaqlar, bu hissədə də bunların mənbələri göstərilib. Məsələn, dövlət vergisindən istifadə qanunu, düzdürmü? Bura yazılıb 26. 26-ya gəlirsiniz. Baxın, 26 budur. Düzdür? Burada da yazılıb dövlət vergisindən istifadə qaydaları haqqında Azərbaycan Respublikasının qanunu. Bax, buradan oxuyursunuz. Bunu isə Google-da yazanda zaten siz bunu oxuya biləcəksiniz. Hə. İkinci məsələ, bunun kitab versiyası varmı? Bəli, bir çox müəllimlər bunu kitab şəklində yığır. Eyni şəkildə mənim də kitabım Telegram qrupumdadır. Telegram qrupuma daxil olmaqla siz bu kitabı əldə edə bilərsiniz BB üzrə və düzdür, dəyişikliyə ehtiyacı var və onun da dəyişikliklərini eləyəcəm və yenə də yükləyəcəm və bunları tez əldə etmək üçün əlbəttə ki, mənim Telegram qrupuma üzv olursunuz. Bax belə, güman edirəm ki, ilk dəfə özü hazırlaşanlar bax bu proqrama baxıb hansı qanunları oxuyacağını artıq bilirlər. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.